Allah Teala bu azadarlığı bizden kabul eylesin. Artık bu gece Aşura gecesi. Ebu Abdullah Hüseyin'in ve onun yar ensarların şehit olmağına artık saatler kaldı. Budur İmam Hüseyin Aleyhisselatü Vesselam'ın en büyük musibetleri bu geceden başlıyor. Kur'an-ı Kerim'den bir ayet okudum. Allah Teala o insanlar ki özleri çetinlikler içindedir veya o insanlar ki özleri ihtiyaç içindedir ama ihtiyaç içinde olanları, çetinlikte olanlara kömək edir. O insanlar hakkında Allah Teala Kur'an-ı Kerim'de de ve həmçinin hadislere nəzər salsaq xüsusi bir değer, bir kıymet verir. Hemen insanlar Allah Teala nicat tapanlardan karar verir ki Allah onları nicat tapanlardan edip ve bu mükafatla onları mükafatlandırır. Bilirsiniz, bir insanın eğer özünün imkanı varsa, birine destek, kömək edirsə, istir maddi ve diğer cəhətdən, yani ihtiyacından artığını birine verirse, ehtiyatlıya verirse, ona deyirlər səxavətli. Ama bir insanın özünün ihtiyacı, onu niye yandırırsınız? Niye yandırırsınız? Bir insanın özünün ihtiyacı olduğu halda birine kömək olursa, dəstək olursa, ona deyirlər ki, fədakarlıq. Görürsünüz, səxavətli olmaqla fədakarlıqda bir sıra fərqlər var. Biz bu ayeye, okuduğum ayədir ki, Allah Teala buyurur, bu ayenin izahını yenə də Kərbeladan verərik. Mən dünən də dedim, nə qədər Kur'an-ı Kerim'de sədaqət haqqında, fədakarlıq haqqında, əmanatdarlıq haqqında, yəni yaxşı nədən qardaşlıq haqqında, dostluq haqqında, ata-analıq haqqında, yəni nə qədər danışılsa Kur'an'da onların izahını Kərbəla faciəsi ilə, Kərbəla qissəsi ilə rahatlıqla vermək olur. Odur, Ebu Abdullah Hüseyin'in müsibəti bir akademiyadır. Yani bütövlükdə yani bütöv elmə yiyələnmək istəyirsənsə, bütün o çətinliyin mükafatını veya bütün imtihanlar qarşısında necə imtihan verməyin nəticəsini bilmək istəyirsənsə, mütləq şəkildə Kərbəla hissəsinə baxdıqda onu əldə edə bilirsin. Yeter ki insan biraz düşünə və ayıq ola və hər şeyə diqqətlə fikir verə və anlaya. Yox, qərəzli şəkildə və ya bəzən səhlənkarlıqla yanaşsa, diqqət eləsə, oxusa, eşitsə, əlbəttə heç bir nəticə əldə edə bilmir. Allah Teala buyurur Kur'an-ı Kerim'de ve yu'siruna ala anfusihim velau kana bihim hasasa. Özlerinin ihtiyacı, özleri ihtiyaç içinde olduğu halda başkalarının özlerinden üstün tutanlar, özü çetinliğin içindedir, özü sıkıntının içindedir, özü susuzdur, özü acdır, özü xəstədir, özü əziyyət çəkir, özünün o şeye ihtiyacı var. Bunlar özünde o çatışmamazlık ola hemen nimet bazen az bir miktarda onda var ve o onun çetinliğini aradan apara onu götürüp diğer ihtiyaclıya verdikdə Allah Teala buyurur ki
O şəxslər ki, özlərinin ehtiyacı olduğu halda, ehtiyac içində olduğu halda və digər ehtiyaclının ehtiyacını üstün tutar və mən yuqa şuhhə nəfsihi, kim nəfsini xəsislikdən və tamahdan qorusa, baxın, ola bilər bir insanın özünün ehtiyacı olur, amma nəfs ona deyir ki, eləmə bunu. Sən özün çətinliyin içindəsən. Bir çörəyin var, onu da verdin qonşuya və sənin balaların nə yiyəcək? Görürsünüz, şeytan budur. Və ya biraz pulun var, ayın axırına qədər öz tədarikini tutmuşsan ki, bu şeyləri xərcləyib, gələn ayın məvacibinə qədər, maaşına qədər mənim indiki bu pulum çatacaq və ya bu hər hansı bir şey əlimdə varsa, mən bunu versəm, qalaram çətinliyin müqabilində. Necə edim? Şeytan bu an insana vəsvəsə edir ki, eləmə, çatdıra bilmərsən, özün düşərsən qapılara, özün əziyyət çəkərsən, balaların əziyyət çəkər. Bu minvalla insanı aldadır, insan görürsüz xəsislik edir. Amma onun əksil etdikdə, yaxşılıq etdikdə, Allah Teala buyurur, hər kim öz nəfsi istəyinə qarşı müxalif çıxsa, yəni o xəsisliyinə güc gəlsə, fəulaikə humul muflihun, onlar nicat tapanlardır, onlar səadəti əldə edənlərdir, onlar xoşbəxt insanlardır. İnsan üçün həqiqətən fədakarlıqdan gözəl bir xüsusiyyət nə ola bilər? Bir insan fədakardırsa, heç nəyə baxmadan mömin qardaşına, mömin dostuna və ya qohumuna, qonşusuna həmişə öz mərhəmət əlini uzadırsa, bundan gözəl nə ola bilər? Bəzən insanın əlində çox nemətlər olur, çox nemətlər əldə edir və onun çoxun içindən müəyyən qədərini verirsən, bu səxavətdir. Ola bilər, elə insan var, bunu da eləməsin, amma elə insan ola bilər ki, bunu eləsin. Amma fədakar o insandır ki, olmayan yerdə, az olan yerdə digər insanlara kömək edəsiniz. Baxın, sabahki gün Həzrəti Əbəlfəzl Əbbas Əlinin şir və aslan oğlu İmam Hüseynin belinin dirəyi, sütunu o şəhid olanda dedi ki, belim qırıldı qardaş. Həmən şəxsiyyət, fədakar insan özü susuz olduğu halda, hətta tarixdə yazırlar, ovcunu Fəratın suyuna vurdu, susuzluq onu da elə bir pəhləvanı gücdən salmışdı. Ovcunu suya götürdükdə bir an körpələrin əl-ətəş demək səsləri qulaqlarına gəldi. O Əli Əsgərin susuz dodaqlarının parça-parça olmağını, sanki tarixdə yazırlar, Əli Əsgər elə şəhid olmuşdu, elə bil dodaqlarını belə yarmışdılar, araları qanla dolmuşdur. O cür susuzluq ona güc gəlmişdi, onu taqətdən salmışdı. Xanım Rüqəyyənin su istəməyi və digər xeymədə olanların su istəməyi Həzrəti Əbbasın gözünün önünə gəlib və o suyu içmədi, ovcundakı olan suyu yerə bıraxdı. Baxın, Kur'an belə bir insanlar haqqında deyir ki, Ulaikə humul muflihun, onlar nicat tapanlardır, xoşbəxt olanlardır, səadətdə olanlardır. Həzrət Əbbas nicat tapanlardan idi. O cümlədən diqqət eləsək, Hür əleyhir rəhmə böyük bir ordu ilə gəlmişdi İmam Hüseynin qarşısını aldıqda, Kərbəlada bir yerə yetişdikdə Hürrün ordusu çox susuz və ələtəşli. Hətta onların minik heyvanları da susuz idi. Əbu Abdillah Hüseyin bilirdi. Çünki o imam idi. Mən bir gün bu suyun qətrəsi üçün, damcısı üçün
əziyyət çəkəcəyəm, mənim balalarım buna həsrət qalıb şəhid olacaqlar, mənim əzizlərim və yaxınlarım. Özüm də bu susuzluq məni taqətdən salıb şəhid olaram, amma necə eləyirdi? Götürürdü, tapşırıq verdi ki, düşmən ordusu da olsa bizi bu yerə gəlib sürükləməkdə, gəlib bu yerə sıxmaqda səbəbkar bunlar da olsa onların əskərlərinə su verin və onların heyvanlarına da sudan verin, bu su varsınlar. Hətta yazırlar ki, düşmən tərəfindən olan əskərləri əlləri, taqətləri qalmamışdı, əlləri su tuluğun, su qabının içməyi üçün imam ona kömək edirdi ki, su içsin. Öz düşmənini kişi suvarır və bilir ki, bu mənə qarşı ox atanlardan biri olacaq. Quran bu cür insanlar haqqında buyurur ki, Ulaikə humul muflihun. Onlar nicat tapanlardır. Çünki niyə? O Əmirul Mümininin oğlu idi. O Peyğəmbərin nəvəsi idi. O Əlinin oğlu idi. O Fatimənin oğlu idi. Allahın salamı olsun. O 3 gün ac qalan və balalarını ac saxlayan, elə Həzrət İmam Hüseyin kimi övladını ac saxlayan və o cür yetişən imamın oğlu idi. Xanımın o dünyaya gətirdiyi oğlu idi. Çünki o ondan artıq bir şey etməyəcək. Əmirul Müminin Həzrəti Əli əleyhissalam buyurur ki, insanların ən səxavətlisi o şəxsdir ki, ehtiyacı olduğu şeyi başqalarına bağışlayar. Çünki o malından deyil, həmən insan nəfsindən keçir. Mən bayaq da qeyd edelim. O, görsün bir şey əlimdən bu kitabdan 2-3 dənə var. Bunu bəzən rahatlıqla verə bilirsən. Biraz imanın olanda bunu rahat verə bilirsən. Amma biri var, bir dənədir. Bunda da sən yazı yazmalısın. Əgər bunu sən dostluğa, qardaşlığa verə bilirsənsə, deməli, nəfsinlə mübarizə apara bilirsən. Nəfsi istəyindən keçə bilirsən. Baxın, fədakarlıq budur. Həzrət buyurur ki, ən xeyirli insanlar bu insanlardır. Möminlər, biz də gərək dostlarımıza, qardaşlarımıza, qohumlarımıza qarşı o cür olaq. And ol Allaha, minbərdən adam özündən, öz həyatından danışmaz. Amma mənim bu hədislərə o qədər etiqad və inamım var. Zərrə qədər də şübhəm olur. İnanın, borc almışam, borc alan puldan məndən borc istəyiblər, vermişəm. Allah o borcun verilməsində mənə xeyirli qapılar açır. Bu Allahın Peyğəmbəri minbərindən bu söz. Yəni, şübhəmiz olmasına, yetər ki, niyyətimiz pak olsun və imamların dediyi sözləri və həyat təcrübəsini olduğu kimi dərk edərək ona yəqinimiz olsun. İmam Həsən əleyhissalam buyurur ki, mərdlik odur ki, əlində az olduğu halda onu paylaya biləsən, onu verə biləsən. Mərdlik elə vur, dağıt, sındır, bu deyil. Bir sıra şeyler var, o insanda hüner istəyir. Mərd kişi, dediğim kimi Həzrət Əbbas idi, hüner istəyirdi. Su, Fəratın suyu şəffaf, su axır, kişinin də susuzluqdan taqəti yoxdur. Görürsünüz, budur mərdlik, budur fədakarlıq. Sonra buyurdu ki, mərdlik odur ki, qüdrətin az olduğu halda kömək edəsən. O gücün, sözün kəsəri olan vaxtı kömək eləmək asan. Amma bəzən görürsün, bir insanın qüdrəti azdır, gücü azdır. Amma ondan da belə qalmır işindən. İstəyir ki, kömək. Adam var görürsünüz, kömək eləmək istəyir, edə bilmir. O qədər narahatdır, o qədər əziyyət çəkir. Mən filan kəsə kömək edə bilməm. İmam Həsən əleyhissalatu vesselam buyurur, mərdlik odur ki, aciz olduğun vaxtda, qüdrətin az olduğu vaxtda
kömək etməyi bacarasan və başqasını özündən üstün tutasan, digər insanı özündən üstün biləsən, üstün qərar verəsən. Əmirul Müminin buyurur, yaxşılıq o zaman kamil olur, insan onu könüllü şəkildə edə bilir və edir. Biri var, zəng gelirsən ona, buna, bu yaxşılığı, bu işi görmək lazımdır. Kömək lazımdır məscidə, nə bilim, möminlərə, xəstəyə, filan kəsə. Bu da yaxşıdır. Amma bir də var, sənin özünə desinlər, nə vaxt bir narahatçılıq olsa, şükür Allaha, bu qəsəbədə də elə insanlar çoxdur. Məscidlə bağlı nə çətinlik olsa bizə müraciət edə bilər. Baxın, Həzrət buyurur ki, o zaman kamil olur ki, yaxşılıq onu könüllü edəsən. Onun ən üstünü isə azlıq və ehtiyac halında yaxşılıq edə biləsən. Birinə könüllü yaxşılıq etmək də üstün yaxşılıqdır. Amma Həzrət buyurur ki, ondan da üstünü sənin ehtiyacın olduğu halda bir ehtiyaclı olan möminə, dostluğa, qohuma kömək etməyi bacarasın. Mənim əzizlərim, mən bugün çox sizi yormaq istəmirəm. Niyə? İstəyirəm bu gecədə daha çox zikri müsibət, rövzələr, mərsiyələr oxunur. Bu gecələr, xüsusən Aşura gecəsi insanın bağışlanmaq gecələrindən biridir. Əgər elə olmasaydı, bugünkü gecədə Əbu Abdullah Hüseyn namaz üçün, Quran oxumaq üçün izin istəməzdi. Bir söz, İmam Hüseyin Aleyhissalatu vesselam gördü ki, düşmən tərəfindən Ömər Səd tapşırıq vermək istəyir və tapşırıq verir ki, müharibəni başlayın. Baxın, suyun yolunda alıb və bütövlükdə hər şeydən məhrum edib, onunla da kifayətləmir. Görür ki, iradəli, fədakar kişi öz dini üçün canını və hər şeyini qurban verir. Bunu susuzluqla qorxutmaq olmur. Bunun əhli əyalını susuzluqla, əziyyətə salmaqla, bunu fikrindən daşındırmaq olmaz, dedi. Müharibəni başlayır. İmam Hüseyin Aleyhissalatu vesselam bu sözü eşidəndə qardaşı Əbbasi və bir neçə ağsaqqallardan bəzi tarixi mənbələrdə gəlib ki, göndərdi. Dedi, bir gecəlik mənim üçün izin istəyin, bir gecəlik mənim üçün vaxt istəyin, mən namaz qılım. Mən bunu dəfələrlə demişəm. Bir insan əgər görsə onun balası can verir və özü də naəlac qalsa, nə deyədir, ilahi bərəd? Mənim canımı tez al. Balamın o müsibətini görməyim. Qız gəlinlərimin o müsibətini görməyim. Ata necə tabi gətirə bilər ki, onun 6 aylıq balası susuzluqdan can verir. O balığı sudan çıxardanda atlanır, düşür. O qədər çırpınır, sonra dodağın belə vurur. Əli Əsqər o cür susuzluqdan əziyyət çəkir. Atan necə ona tab gətirsin və bunun müqabilində amma görmək istəyir bu səhnəni və görə də hələ bir gündə mövlət istəyir. O Əli Əsqərin, o xanım Rüqəyyənin və digərlərinin o əziyyətin çəkməyinə razı olur. Yetər ki, mənə bir gecəlik namaz üçün, Quran oxumaq üçün izin ver. Mənim əzizlərim, İmam Hüseyin Aleyhissalatu vesselam öz balalarını bizim öz balalarımızın sevdiğinden daha çok sevirdi.
O da ataydı. Ve bugünkü gecede hanım Zeynep değil, gece yarıydı gördüm. Kardeşim Hüseyin heymelerin etrafını dolanır. Eğilir yerde, xırda taş çıngılları götürür ve torpağı öz elinde tutup torpaqla vidalaşır. Deyir, ey torpaq, ay Kərbəla türbəti, sabahki gündə mənim qanımı öz ağuşuna alacaqsan. Geldi soruştu, kardeşim Hüseyin, neyniyirsən? Dedi, sabah bilirəm bu zalimler benim balalarıma, kız gəlinlərimə əziyyət edəcəklər. Çünkü ayak yalın o ellerin zəncirliyi bu səhranı aparırdılar, onlara əziyyət edirdiler, xeymələrə təcavüz edirdiler, xeymələrə hücum edirdiler. Bir yerden o xırda daşları götürürəm ki, sabahki günde bu daşlar balam Rüqeyye'nin ayağına batmasın, onu incitmesin. Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam bu gecelerde bu əziyyəti çekip kızı Rüqeyyəni çağırdı, aldı kucağında, yazırlar ki ona sırğalar almıştı. Başladı o sırğaları bir kulağından çıkartmağa. Soruştular, niye bunu edirsən? Dedi ki, ona göre edirəm ki, bu zalimler, bu namerdler sabah sizin kulağınızdan o sırğaları dartıp, benim balamın kulaklarından sırğaları dartıp balamı incidəcəklər. Əla lənətullahi ələl qovmə zalimi. Selamun aleyküm ya